Molla və səyyahın hekayəsi. Bir dəfə gün uzunu gəzib yorulmuş molla bir mehmanxanaya girir ki, həm dincəlsin, həm də bir tikə yemək yeyə bilsin. Üzündə gülümsəmə, gözlərində yorğunluq vardı. O içəri girən kimi, arxasınca bir səyyah da qapıdan daxil olur. Hər ikisi mehmanxanaçıya yaxınlaşıb deyirlər: "Bizə yemək verin, çox acıq." Mehmanxanaçı biraz utanaraq cavab verir: "Təəssüf ki, yalnız bir balıq qalıb. Onu ancaq bölüşərək yeyə bilərsiniz." Molla başını tərpədərək deyir: "Mən balığın yalnız başını yeyirəm." Mehmanxanaçı təəccüblənir: "Başını? Niyə məhz onu?" Molla biraz müdrik, biraz zarafatyana cavab verir: "Balıq başı ağlı artırır. Ağlı olan adam hər şeyi daha tez anlayır." Bu sözlər səyyahın ağlına batır və cəld yerindən sıçrayır. "Elə isə bu dəfə başı mən yeyim. Mən də ağıllı olmaq istəyirəm." Molla heç nə demədən razılaşır. Balığın başı səyyaha verilir. Molla isə balığın bədənini yeyir. Molla ətli, ləzzətli hissələri sakitcə yeyib doymuş halda dincəlməyə başlayır. Səyyah isə başı yeyir, amma az qalır və narazı halda deyir: "Molla, sən sanki bayram etdin. Mən isə hələ də acam. Bu necə ədalətli paylaşımdır?" Molla gülümsəyərək cavab verir: "Gör nə qədər ağıllı olmusan. Bunu başa düşdünsə, demək ki, balıq başı işə yarayıb."